Salam dostlar, bu günlər sizə dominoda 7 daşın oyunun gedişində birbaşa yerə qoyulmağı necə olur onu göstərəcəm. Çox oyuncular deyirlər ki, belə bir şey mümkündür. Buyurun izləyin. Yəni ki, bu necə ola bilər? Rəqibin səhv oyunundan ola bilər. Şimdi baxın, oyuncusu nə qədər tamaşaçı olduğunu oyunun gedişində görəcəksiniz. 6 qoşa düşür yerə, rəqib yoxdur deyir. 6'dan 1 oynayır. Deməyin səhv oyundur. Belə oyuncular var. Sistem şəklində oynayırlar. Var elə oyuncular. Baxır harda. Birdən ağ. Ağdan qoşasını atmır. Bir də 6-6 eləyir. Yoxdur. 6'dan 4. 4'dən 1. 1'dən 3. 3 yenə yoxdur. 3'dən 5. 5'dən ağ. Ağ qoşa. Yeni rəqibdə yoxdur. Ağdan 2. 2'dən 3. 3'dən 1 də 6-6 eləyir. Yeni rəqibdə yoxdur. 6'dan 5. Və 5'dən 4. Baxın indi. Gəlib kanetin vurur. İzləyin. 1, 2, 3, 4, 5, 6, 7. Bu daşlarda heç birində yoxdur. Baxın indi. Bir dənə 4'ü vurur və oyun tamamlanır. 1, 2, 3, 4, 5, 6, bu da 7.